hamısı A-dır. Bütün yan tillər bərabərdir. Və oturacaq müstəvisi ilə alfa bucaq əməliyyatı çəkdim bunun hündürlüyün. Bu onun diaqonalıdır. Düzgün olduğuna görə hündürlüyü düşür mərkəzə. Yan tillə bu oturacaq arasındakı bu bucaq alfadır. Mənə deyir həcmini tap. Piramidanın həcmi 3/1 S oturacaq h-dır. Mən bu h-ı da oturacağın sahəsində A və alfa ilə ifadə eləməliyəm. Uşaqlar, h-ın işi aydındır. Çünki alfanın qarşısı və bitişiyindən söhbət, hipotenuzdan söhbət gedir. O zaman alfanın sinusundan istifadə edərəm. Sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. Onda mən piramidanın hündürlüyünü tapdım. A sinus alfa. Yəni burada tapdım deyəndə biz nə başa düşürük? Mənə lazım olanın mənə verilənlərdən ifadə elədim. Çünki mənə verilən tərəfdir, bir də bucaqdır. Başqa bir şey ola bilməz. H tapıldı. Bir dənə qaldı nəyi tapmaq? Oturacağın sahəsini. Oturacağın da sahəsini yenə o alfanın kosinusundan istifadə edib bunu taparam. 2-yə vuraram, diaqonalı taparam. Kvadratın sahəsi də diaqonalının kvadratının yarısıdır. O zaman gəl bura yazacaq D/2. Alfanın kosinusu. Kosinus alfa bitişik katetin hipotenuza nisbətidir. O zaman D/2 A kosinus alfadır. O zaman diaqonal 2A kosinus alfadır. Gedək S oturacaq və diaqonal da tapıldı. Onda S oturacağı tapaq. Kvadratın sahəsi D kvadrat bölü 2-dir. Yəni 4A kvadrat kosinus kvadrat 2-yə böləndə 2A kvadrat kosinus kvadrat alfa. S oturacaq da tapıldı. V bərabərdir 3/1 S oturacaq vur H. Sadələşdirək. Oldu 3/1 A-nı A kvadratına vuranda A kubu, 2 kosus sinə vuranda sinus 2 alfa, sin 2 alfanın içərisində biri qaldı qıraqda. 3/1 A kub sin 2 alfa kos alfa. 3/1 A kub sin 2 alfa kos alfa olar C variantı.